Mənim nə işim var? Bir toy ki gəlsin, küçə pozğunu təbrik eləsin, gəlinə desin ki, təbrik eləyirəm. Gör kim xeyir dua verir. Yəni sən də mənim kimi bir ki vicd ol. Olmaz axı, olmaz. Yeni sezondan ev sahibləri qulağınızı açın, eşidin. Əxlaqlı müğənniləri çağırın toya, əxlaqsızları çağırmayın. Vallah billah özdəki boşluqdur indi. Kişi ilə söz söhbətləri var, eşitmişəm, kişi axtarır. Gəlib o pullar vatlara sözümdür. Ərlərinizin pulu varsa çağırmayın onu. Mənə zəng elin, mən sizə deyəcəm kimləri çağırın. Məndən soruşun, mən deyəcəm. Hansı kişi piyan olub gedib hansı müğənnini 5 dəqiqəlik pulla görüşə çağırıbsa, indi etibar edib çağırıb, o da gedib uşaq doğubsa onun əri deyil. Ər-arvadlıq başqa şeydir. Toy eləyirlər, cəmaat şahid gedir. Görürük ki, bu bunu aldı, bu da buna getdi. El oba bilir, ona elçi gedirlər el adəti ilə. İndi özləri bilər, zaks kəstirər, kəstirməz, nigaha düşərlər, düşməz, o sonraki məsələdir. Adam var, sənədində problem var, heç nigaha da düşənmir, amma ki, qanuni əridir. Çünki el adəti ilə xalqın da, cəmaatın, el obanın gözünün qabağında toy eləyiblər. Gecə içib də o şeydən, nədir o, araqdan, içkidən. İçkinin zibilinə düşüb, indi də canını qutara bilmir. O ər-arvadlıq deyil ki. Onun adını qoyaq, araq ər-arvadlığı. Araq. Araqdan yaranan ailə. Arağın zibilindən. Gəlin bir anlıq təsəvvür eləyək, o pingvinə oxşayan pullu deyil. Məsələn, pomidor əkir tutaq ki də, cüzi belə, yəni sezona 1000 manat zat pul qazanır. Görək bu müğənni onu həyatına buraxarmı? Yox, buraxmaz. Mən burada yazırlar ki, başqa sözün yoxdurmu? Mənim başqa sözüm ancaq elə budur. Hər gün bir dəfə, toy yox, bir şey yox, boşluqdur. Hər gün bir dəfədən keyf mənim, səhifə mənim. Ürəyimdən maarifləndirici mövzular aparıram. Xanımlara deyirəm, yeni toy sezonunda pullu ərləri olan xanımlara deyirəm, amanın bir günüdür. Dıdı, gətirməyin o müğənniləri toyunuza. Heç məni də aparmayın, mən demirəm mənə deyil, mən aprel ayım dolub.